Mətnin tək mövqedə yerləşən simvolları 3, cüt mövqedə yerləşən simvollar isə 4 olmaqla, yəni açarları 4 olmaqla Sezar üsulu ilə şifrələnmişdir. Alınmış Maple şifrinin hansı mətnin şifri olduğunu müəyyən edin. Deməli, biz bir şifrələmə prosesi aparmışıq və Maple sözünü almışıq, yəni M-A-P-L-L-i almışıq. Alt-alta yazaq. İndi biz nə etməliyik? Şifrələmədə M 3 vahid sağdakı simvoldursa, geri açarkən 3 vahid soldakına baxmalıyıq. Məsələn, M hərfindən 3 vahid sola getdikdə biz nəyi tapırıq? J simvolunu tapırıq. Deməli, M-in yerində nə var imiş əvvəl? Bizdə J simvolu var imiş. İndi A hərfinə baxdıqda A-nın mövqeyi nədir? Cüt mövqeydədir də ikinci simvoldur. Ona görə mən nə edirəm? Bu səfər 4 simvol sola baxıram. A'dan başladım, 4 simvol sola baxdıqda A'nın yerində W simvolunu tapıram. W simvolu. Bir dəqiqə. Aha. İndi P simvolu nədir? Mövqeyi tək olduğuna görə P simvolunu necə edirəm? 3 simvol sola baxıram. Yəni ki, yerinə M-i qoyuram. Daha sonra L simvolunda artıq mövqeyi cüt olduğu üçün 4 simvol sola baxıram və L-in yerində H-ı tapıram. Y-nin yerində isə 3 simvol sola baxdıqda B-ni tapıram. Və bunları ümumilikdə sıraya düzlükdə alıram. J, W, M, H və B. Yəni ki, Y variantı.